Salam qızlar, necəsiniz? İnşallah ki, yaxşı olarsınız. Biz də yaxşıyıq. Çoxdandır qızlar bir vlog bilmədim. Hara baxın, bura baxın, bura bax. Çoxdandır bir vlog çəkmək istəyirdim qızlar. Amma nəsə çəkə bilmirdim. Bu səfər dedim ki, yox, çəkəcəm. İnşallah ki, çəkib axırına kimi axırını düzəldə bilsəm, inşallah ki, paylaşacağam qızlar. Nəsə biraz həyəcanlandım belə olanda. Düzdür, hər hekayə paylaşanda da qısa belə həyəcanlanıram. Amma belə vlog çəkəndə də həyəcanlanıram. Elə bilirəm ki, 50 nəfər mənə burada kameranı uzadıb ki, çəkir məni oradan buradan. İndi özümü dəhşət hiss edirəm. Sizlər Rüstəm bayaqdan burada məni şey edir. Deyir Rüstəm. Polis geyimini geyinib hazır qalıb ki, birdən çağırarlar. Burnu da şokoladdır. Düzdür qızlar, elə Rüstəmə hər gün yumurta verirəm. Bu səfər yumurtamız yox idi, qutarmışdı. Hüseyin də evdə yoxdur, gələndə alacaq. Dedim ona kimi heç olmazsa bir şirin falan şeylər verim. Skuşonkadır, sonra şokolad yağıdır. Elə tez-tez verən deyiləm, elə retki. Neysə, deyirəm ki, bu səfər olar, bugün olar. Qızlar, siz çay nə qatırsınız? Mən kek yotu qatmışam, elə qəşəkdir, xoşuma gəlir. Bir dəfə salona getmişdim. Orada mən elə armudlu stəkanda vermişdilər çay. Düzdür, belə evdə idi, armudlu stəkan daha fərqli idi. Qəşəng idi, daha belə uzun idi da. Bir də içəndə dedim ki, şəhdadı var, dedi kək yotuludur. Ondan sonra mən də arada bir, hər gün yox, hər gün eləyəndə insan içə bilmir də. Amma arada bir kək yotulu çay eləyirəm. İndi kək yotu vurmuşam. Eləməmişsə eləyim, qəşəng olur. Elə çayın içinə azca atıram, çox belə atmıram qızlar, biraz. Qızlar durdum, bir çay süzdüm, gəldim. İşlərim var, bilmirəm, indi gedim işlərimi görüm, sonra səsləndirmə edib videonun üzərinə vuraram. Yoxsa elə belə oturum sizlə danışım, hansını eləyim acaba? Evdə bir gün eləməyəndə pis günə qalır. Həyatda ən nifrət etdiyim şeylərdən biri, yəni ki, istəmədiyim şeylərdən biri qab yumaqdır qızlar. O qədər nifrət edirəm qab yumağa. Zəhləm gedir də. Yaxşı ki, bizdə ütü problemi yoxdur. Ütüləməkdən də zəhləm gedir. Bizdə əsas paltarları ütülürəm də. Yəni ki, belə əsas olmayanları ütüləmirəm. Öyrətmişəm elə. Ona görə ütüləmirəm. İndi bilməm, siz ütülüyorsunuz qızlar elə. Bütün paltarları ütülüyorsunuz, yoxsa elə lazım olanları ütülüyorsunuz. Mən lazım olanları edirəm. Amma lazım olmayanları, məsəl üçün də ev paltarıdırmı, ya da pasteli ütüləmirəm qızlar. Elə yatıram. O şey də var idi, vlogda qız paylaşıb. Deyir ki, siz ütüləməmiş pasteldə necə yatırsınız? Deyir ki, nə var ki, burada göstərir, yatırır. İndi mən də ütüləmirəm, nə yalan deyim. Evimizi ütülüyürdüm. Amma bura gələndən, yəni ki, evləndiyim vaxtdan bəri də artıq 5 ildir də. 5 ildir də belə mən ütüləmirəm. Bir də qızlar, mən ayrı yaşayıram. Artıq 4-5 aydır ki, ayrı yaşayırıq. Qızlar, demək olar 5 ildə artıq mən heç ütüləmirəm də. Yəni ki, əsas paltarlarımızı ütülürəm. Bir də ki, dedim də, yenə də mən qab yumaqdan zəhləm gedir. Amma ki, belə biz necədir, vasvası insan deyiləm də. Oranı sürtüm, buranı sürtüm, buranı təmizləyim, oranı təmizləyim. Amma ki, yəni evimə də məsəl haçan gəlsən təmiz olacaq. O insanlar var ki, vasvasıdır, təmizkardır. Evinə haçan girsən evi köçür. Valla o elə insanlar mənə çatmır. Deyir ki, məsəl üçün, mən elə təmizkaram, ay Allah. Bir yerə 50 dəfə siləcəm, bir yerə 10 dəfə siləcəm. Haçan da evinə gedirsən evi köçür. Güya elə şeydir, bu öz aləmində güya təmizkardır. Məncə təmizkar anlayışı evə haçan girdin, ev təmiz olmalıdır. O demək deyil, məsəl üçün, mən arxayınam ki, bu televizoru əməlli gül kimidir. Elə yox, amma təmizkar olmaq o demək deyil ki, elə bir dənə yeri təmizləyəsən, 50 dəfə sürtəsən, qalan yerlər pis günə batar, nə günə qalar. Təmizkar elə odur ki, elə hər yeri qəşəng təmizdə də. Qızlar, siz də ev alanda, ya da indi biz ev almamışıq da, kirayədə qalırıq. Ümumiyyətlə deyirəm ki, siz özünüz ev alanda eləyin ki, yan bölündə qızlar şey olmasın. Tadilat işi də nə deyirlər bu, təmir. İnanırsınız, ağız deyəni qulaq eşitmir evdə. Bir də görsən arada bir gəlir, düz tez-tez gəlmirlər, yaxşı ki, 2-3 gündən bir gəlirlər, eləyirlər bir saatlıq eləyirlər, başımız gedir, bir saatdan sonra ümumiyyətlə dözülməyən həddə çatanda dayandırırlar, sağ olsunlar. Hə, qızlar, elə eləyin ki, elə yerdən ev almayın, çünki başımız gedəcək. Düz bir saat dayanmadan direl eləyir, özü bir sinəcədə binalar o qədər yaxındır bir-birinə. Mən əvvəl xoşum gəlirdi qızlar, bina evindən.
Amma ki artıq xoşlamıram. Çünki məsələn mən istəyirəm ki, gedim bir stəkan çayımı içim, həyətdə içimdə, qəşəng hava var, xoşuma gəlir. Harda içəcəm? Pəncərəni açıram, elə baxıram, o da ləzzət eləmir axı. İnsan istəyir ki, məsələn düşsün həyətə, qəşəng həyətdə otursun, bir stəkan çay içsin. Amma burada elə şey yoxdur bu qızlar. Demək öz həyəti var, burada həyətdə otura bilirsən. Onda çayımı elə aşağı götürənə kimi də həm də elə yaxşı deyil, insan öz həyəti olmağı daha yaxşı. Mənə indi desələr ki, həyət evi yoxsa bina evi, deyərəm ki, 100%-lıqla həyət evi. Həyət evi çox yaxşıdır. Çünki bizim öz evimiz də rayonda həyət evi idi. Yəni həyətimizdə genişlik idi, əməlli. Otururdum, biz belə yer düzəldirdik kubiklərlə, divanını açırdıq. Kubiklər altında belə otururduq da, orada biz piknik yeri deyirdik də, qəşəng. Otururdu orada çayımızı içirdik, nə bilim həyətimizdə cürbəcür meyvələr olurdu, onu götürdük, dərirdik, yeyirdik, yəni belə qəşəng idi. Sonra bura köçəndən yoldaşım gedə bin evində qalırlar, amma 2 mərtəbələrdə qalırdılar. Aşağı elə bir ki həyət idi də, haçan istəyirsən çıxa bilirdin. Ona görə bizə yəni həyət evi kimi idi. Düzdür, indi hər gün çıxıb gəzirik. Hər gün demək olar bir gündə olmasın ki, biz çıxıb getməyim də, evdə adam ürək sıxılar o dərəcə. Yəni adam ürək partlayar. Gedirəm, gəzirəm, şey edirəm, amma həyətdə oturub bir stəkan çay içmək o başqa bir. Qızlar oturdum, dura bilmirəm. Durub iş görə bilmirəm. Siz də elə olursunuz, qızlar iş görəndə belə hər yerə baxırsınız, sonra deyirsiniz ki, Allah durum, durmayım. Sonra durum bir dənə televizorda mahnı atım, sonra durum başlayayım. Tezli deyə bilmirəm, ona görə 9-a işləyir. Belə də tez deyil, amma yenə də. Qızlar, nə danışacağım sizə? Elə oturmuşkən elə danışım da qızlar sizə. Deməli, mən, qızlar məni çoxdan izləyirsə, mən artıq 1 ildən çoxdur ki, YouTube istifadə edirəm. Elə onunla qarışıq Instagramda, elə TikTokda. Üçünə də istifadə edirəm. Orada da mən yekə danışmışam ki, qızlar. Həyatda bu falan şey eləmərəm, 4 şey idi, 5 şey idi. Onun içərisindən biri də lazerdir. Demişəm ki, lazer, mən heç vaxt lazer elətdirmərəm. Sonra bir izləyicim yazmışdı ki, heç vaxt demə. İngilis dilində yazmışdı mənə. Mən də ərəfələrdə ingilis dilini öyrənirdim də. Neysə, nə var ki, onsuz yazıb çıxarda bilərsən də. Yəni, o kişi neysə. İngiliscə süper deyil, amma öyrənmək istəyirəm də, qızlar, ingiliscə xoşuma gəlir. Neysə, mən ingiliscə yazmışdı ki, heç vaxt demə. Həqiqətən də düz deyir, heç vaxt gərək insan deməyəm. Niyə görə? Nə yaxşı ki, qızlar, bu Gemini var. Mən GPT-ni silmişəm, Gemini istifadə edirəm, Gemini daha yaxşıdır. Amma ona dəqiqə başı GPT deyirəm. Amma Gemini də istifadə edirəm. Survivor-a baxırdım qızlar. Orada gördüm ki, Gemini istifadə edirlər. Mən də yüklədim. Mən də artıq GPT-ni sildim. Gemini istifadə edirəm. Elə yaxşı proqramdır ki, qızlar hər nəyi sizə başa salır, izah edir də. Mən girdim ki, ora mən nəyə görə lazerə getmək istəmirdim? Lazerə getmək istəmirdim çünki qorxurdum. Deyirlər ki, şüadır. Sən gedib analiz verməlisən, nə bilim, nə etməlidim. Mən də nə edim, 50 dəfə analiz verim, nə bilim, nə edim. Buradan bura gücdən gedirəm. Qalmışdı ki, sırayla düzülməliyəm, analiz verməliyəm. Nəysə dedim ki, yox, mənlik deyil, bir analiz neyim, şüaya görə qorxurdum. Dedilər ki, şüadır, belədir. Amma mən Geminiyə yazdım qızlar ki, bu lazer ziyanlıdırmı, şüası belə. Qəşəng mənə cavab verdi ki, yox, onun şüası sənə sadəcə tükünə qədər gedə bilir də, o sənin sümüyünə qədər, iç orqanlarına qədər getmir. İnansız bunu eşidəndən sonra dedim Hüseyə, mən getdim, məni saxlamaq olar, gedim lazerə. Lazer nə elədim? Ayaqlarımı elədim lazer, dünənlər eləmişdim artıq. Dünən, o birisi gün belə. Niyə görə elədim qızlar? Mən ayağım dəhşət həssasdır. Təmizləyəndən sonra səhərsi mi, bilməm sizə də elə olur. Əgər sizə də elə olursa, qızlar, inansız ayağımı təmizləyəndən sonra bir dənə qaşınır, dəhşətdə ölürəm də, yəni dəhşət qaşınır da. Gedib krem vururam, yazılır ki, nəmləndirirəm, xeyri yoxdur. Nə edirəm, xeyri yoxdur, artıq inanırsınız, qan çıxırdı, yəni o dərəcədə elə idi və onun başladı ləkələri qalmağa. Mən də belə narahat idim, ay Allah, əlidən şey vururdum ki, gah buz vururdum, gah nəmləndirici vururdum, gah yoldaşımın üzünə vurulan o şey var ya qızlar. Nədir bunun adı? Təraşdan sonra vururlar. Bax, ona kimi vurdum da, yəni ki, bircə mənim ayağım belə olmasın.
Gördüm xeyri yoxdur da. Ona görə elə yaxşı ki, girib bu gemdə araşdırdım ki, bunun ziyanı, heç bir ziyanı yoxdur. Dedim ziyanı yoxdursa gedim də. Mən də getdim birinci dəfədir də lazerə getdim. Sizə də belə olub qızlar? Sizdə ilk lazeriniz necə olub? Siz mənə yazarsınız. Yorumlarda qızlar yazın. Getdim lazerə. Mənə dedi ki, ayağını aç baxım ki, görüm nətərdir də, ayağın tükünə baxırlar, nəyinə baxırlar ki, görüm necədir də, sıxdı mı, nədir? Deyirlər ki, sıxdı, tükündə qaradır. Mən də tüküm qara deyil. Ya dirənmişəm orada ki, mən özüm qarayam, amma tüküm qara deyil də. Düzdür, saçımı rəng qoymuşam qızlar. Amma ki, belə baxsanız, yəni mən saçım qara deyil. İndi oradan ola bilər, kameradan falan qara görsənə bilər. Amma saçım qara deyil, tüküm də qara deyil. Sarıdır məndə, tüklərim sarıdır. Sonra ayağımda da tük yox idi. Qolumda biraz belə tapdı, belə balaca tüklər. Yandırdı, deyir, görürsən, deyir, bu yanır. Yanırsa deməli qara tükdür. Mən də dirənmişəm ki, mənim tüküm sarı, qara deyil. Nəysə, başımı buraxdım. Qızlar, mən də ayağımı, mən də nə bilirəm axı, mən də ayağımı təmizləmişəm ki, gedirəm lazerə. O da deməkmiş ki, təmizləmək lazım deyilmiş. Bir nə gedir? Təmizliyəndən sonra 1-2 həftəmi, 3 həftəmi keçməlidir ki, o tüklərin başı görünməlidir ki, o lazer yazı onu yandırsın. Ay Allah. İnanırsınız getmişəm. Deyir ki, sən ayağını açan təmizləmişsən. Deyirəm ki, bugün. Deyir, bunu axı təmizləməməlisən. Mən də girmişdim qızlar. Yemin çox şeyi düz deyir, amma bəzən də belə səhv də eləyə bilər də. Dedi ki, tük olmasın ki. Çünki tük onu yandıracaq, ayaqda da iz qalacaq. Mən dedim ki, ayağımda niyə iz qalsın ki? Ona görə mən də təmizlədim, getdim. Dedi ki, bu yazıq bunu deyir, bu başını görməmiş. Bunu bəs nətər təmizləsin də yandırsın. Neysə day qızlar şey elədi. Ona görə məni buzda eləmədi də. O şey edirlər də. Nəsə kremmi yaxırlar, neynirlər, sonra üstündən edirlər. Siz nəsə özünüz yaxşı bilərsiniz, indi eləyəndə. Mənə bu isti ilə elədi. Qızlar yandım, yapışdım. Allah, necə qışqırıram. Yandım. Ay ana, dayanlı eləmişəm də. Ay ana, deyirəm mən belə şüvənliyəm. Mən belə qışqırıram. Yoxsa ki, başqası kimsə gəlib yenə qışqırır belə. Deyir ki, yox, birinci insansan sən ki, bura gələndə qışqırırsan. Allah haqqı, inanırsınız. Necə qışqırırdım ki, ay Allah, yandım. İnanırsınız, elə bir ki, ətinə isti şey belə yapışdırırlardı o dərəcədə. Bilməm, istiliyi çox vermişdim, ya neyləmişdi. Yəni, belə pis yerə getməmişdim də. Yaxşı yerə getdim. Getdim, dedilər ki, bədən, obşi bədən 25 manatdır. Mən dedim ki, 25 manat versəm, mənim ayağıma, bədənimi neyəcək? Yəni, 25 manata neyə bilər axı, yola verəcək də bir sözdən. Ona görə dedim ki, yox, ora getmədim. Amma o da belə pis yer deyildi. Amma dedim, bəlkə də yola verər, bəlkə də yola verməzdi. Amma nəsə şey qaldım da, narahat qaldım. Ona görə getdim başqa bir yerdən, dedi ayaqlarını 20-yə razılaşdıq da. Nəysə qızlar, getdim, ayağım, ay Allah, inansə elə qışqırırdım. Ay Allah, yandım. Nəysə qızlar, inansız elə yana səsim götürdü oraları. Qışqıra, valla çox qorxdum. Hələ mən üzümü də eləmək istəyirdim. Mənim üzümdə tük yoxdur qızlar. Ona görə dirənmişdim orada. Dedim ki, mənim üzümdə tük yoxdur da. Yəni ki, nə mənada tüklərim sarıdı deyə üzümdə tük gələn kimi bilinmir də, elə də bildiniz. Yəni elə adam var, məsələn, tüklüdür də, hər gün həftədə bir dəfə, 2 dəfə, 3 dəfə, bir aydan bir getməsə, yəni qala bilməz də. Amma məndə həqiqətən də tük yoxdur. Demək olar, baxırsan, balaca görürəm, məsəl üçün var. Yəni tüksüz də deyil. Amma yəni mənim tüklərim çox seyrəkdir qızlar. Saçımda da göründüyü kimi də, saçlarım inansız çox azdır. Başqa ümumiyyətlə məndə tük elə azdır da. Nəysə, üzümə getmək istəyirdim. Necə qorxdumsa dedim, qələt eləyərəm. Düşün, hələ ayağıma elə incitdi. Mənim üzümə vapşin mən yanıb tüklərimi. Düşün, ətli yerdə vurur, bu istiliyi vura, üzüm yanar. Bilmirəm, gedim, getməyim. Biraz da şeydir, deyirəm ki, bəlkə gedim bir dəfə, yəni ki, canım qutarsın da. Onsuz lazer elədi, ölmədim ki, gəldim yenə də. Prosta bilmirəm, qorxuram, nəyə görə qorxuram qızlar? Mənə yazsın onu, kim gedibsə. Mənim üzümdə, burada da bəlkə görərsiniz, 1-2 dənə pirjiklər var, belə. Burada arada bir çıxırlar da qızlar. Bax, biri buradadır, görəcəksiniz orada. Effekt qoymamışam qızlar. Toy paltarlarını geyinib sizlə vlog paylaşmadım. Dedim, səmimi olaq da, neyinirik. Onsa görürük də bütün vloggerləri, dəbdəbəli həyatını, nə bilim, sanki səhər çağı duranda elə belə makyajla dururlar. Mən makyaj da eləmədim.
Sadəcə özümü biraz sərgiyə saldım, saçımı falan daradım ki, yəni belə səmimi olaq da, mən şey deyirəm belə, nə deyirlər ona, kompleksli deyirəm, gəlim oturum toy paltarlarımı giyinim ya da biraz şey giyinim ki, ev paltarı olmayan bir şey giyinim ki, vlog çəkəcəm. Elə deyil, istəyirəm ki, daha belə səmimi olaq. Mən özüm də səmimi insanam. Neysə qızlar, yəni sözüm onadır ki, üzümdə mənim pijiklər var, səpgilər var da üzümdə belə qızlar. İndi mən qorxuram, deyirəm ki, gedərəm, o istilik vurur axı lazer. O mənim üzümü daha da görəm, pis günə qoyar, qoymaz. Onu mən şey eləyə bilmirəm, bilmədim. Siz mənə yazın qızlar, əgər gedibsinizsə, üzünüzdə əgər problem varsa da bu şeylə bağlı, nə deyirəm ona? Prijiklə də, səpgilərlə bağlı qızlar, üzünüz əyib səpibsə, yəni elə getmişsinizsə lazerə, nəsə olub sonra, qızarıb, ləkəsi qalıbmı, necə olub qızlar, mənə bir dənə onu kommentdə yazın. Mən görüm, bilmirəm ki, gedim, getməyim, qalmışam da belə ki, neyim, gedim, getməyim, bilmirəm ki, üzümü istəyirəm ki, lazer bilmirəm, daha təmiz edir qızlar. Ayağımı inanırsınız, lazerə getmişəm, edir ki, tükü töküləcək də hələ. Amma inansız lazerə bir dəfə getməyinə bilmirəm, o belimə mi yapışıb, nə deyilə bilmirəm, ayağım daha təmizdir, nə bilmirəm, mənə belə daha qəribə şey verir. Deyirəm, bəlkə də üzümə geçsəm, üzüm daha da belə qəşəng olar, sapla olanda, yəni elə də yaxşı təmiz olmurdu, lazerlə qəşəng olar. Prosto yenə deyirəm, bu üzümdəki bu səpgilərə görə mən qalmışam ki, qorxuram ki, birdən isti vurar onlara, sonra ləkəsi qalar, sonra lap biabırçı olar, ona görə ondan qorxuram. Bir də mən onu kommentlərdə yazın. Bir də qızlar, yeni vlogumda axı, ona görə xahiş edirəm, dəstək olun, bəyəni edeyim, də yorum yazın da mütləq, bacınıza dəstək olun, mən sizləri sevirəm. Bu vlogların davamını çəkmək üçün, inanırsınız, o qədər deyirəm ki, paylaşım, o qədər deyirəm yeni bir şey vlog çəkim, çünki həqiqətən də insanlar çox əziyyət çəkmişəm qızlar, mən YouTube-u belə ərsəyə gətirməyə görə vallahi çox əziyyət çəkmişəm. İstər öz ailəmdə tənqid olmuşam, öz anam tərəfdən, istər yoldaşım tərəfdən deyiblər ki, yox açma YouTube. Qızlar həqiqətən də yəni çox tənqidlər almışam da. Bir ara Instagramda hər gün evimi təmizləyirdim, evləri təmizləyirdim, qabımı yuyurdum, tosturanlayırdım, hara gedirdim, hər nəyimi Instagramda paylaşırdım. Anam yığırdı ki, şeydir, niyə paylaşdın? Niyə ora gedəndə paylaşdım falan şeyi? Nə bilim, göz var, nəfis var. Deyirəm ki, göz nəfis elə mənə gəlmir çatdı. Hər kəs cəmat keyf edir, gedir, gəzir, nə bilim, İstanbulunda, Türkiyəsində, orasında, burasında, elə bizə mənə mi gəldi? Yox, falan iş yoldaşım belə dedi ki, sən uşağın ad günü, nə bilim, restoranda falan da qeyd elədin. Nə bilim, falan belə dedi, nə bilim, Gülbəni nəsə eləyəcək, başqa bir şey eləyəcək. Ay Allah, inanırsınız, neysə, necə məni şeyə saldılarsa qızlar, Instagramda mən o bu qutardım da, Instagramdan hekayə falan paylaşmıram. Amma artıq indi paylaşacağım. Əvvəl daha götürmüşdüm, paylaşmırdım, amma da paylaşacağım. Bütün nə elədiklərimi Instagramda çəkib yenə paylaşacağım. Yəni onu demək istəyirəm ki, qızlar, mən bu şeyə gəlmək üçün, nədir bunun adı? Mən YouTube-u bu hala salmaq üçün çox əziyyət çəkmişəm də, həqiqətən də istəmirəm əziyyətimdə batsın. Ona görə vloglar çəkəcəm. Vloglarıma da xahiş edirəm sizdən. Mənə dəstək üçün bəyəni eləyin, yorum yazın. Ən çox bəyənidir qızlar. Bəyəni nə qədər çox eləsəniz, videom bir o qədər qabağa gələr. İndi məni istəməyənlər burada bəyəni eləməyəcək, amma beni sevin, bəndən kötülük gəlməz sizə. Neysə qızlar, yəni ki, özüm necəyəm elə də qızlar, özü bilirsiniz ki, blogerlər indi bu dəqiqə əsasən də görünüşə önəm verirlər ki, çünki baxış olsun deyə, yarısı deyir ki, gedib patelka almalıyam 15 dənə duxu ki, məsəl üçün, qızlar görsün ki, mənim 50 dənə duxum var, mənə elə baxsın. Kimisi deyir ki, mən yaxşı yerdə qalmalıyam ki, qızlar mənə baxsın. Kimisi qəşəng restoranlarda oturur ki, qoy izləyicilərim mənə baxsın ki, mən burada keyf edirəm, nə edirəm. Düzdür qızlar, duxu da vururam, patelka, 50 dənə patelka alıb vurmuram, birini alıram, yaxşısını alıram. Restoranda da gedib otururam, hər gün çıxırıq, alışverişdə edirik, özümüzə uyğun olan şeyləri də alırıq, uşağı olan şeyləri də alırıq. Gəzirəm də, görürəm də, yəni ki, amma bunu sizə abartılı şəkildə, əl çatmaz kimi deyil də. Yəni hər kəs gedir, gəzir də, görür də, alır da, yəni görməmiş deyilik ki, hər kəs gedir, görür, alır.
gətirir. Yəni ona görə məndən belə həyatlar gözləməyin. Sadəcə mən özüm neynirəmsə, hara gedirəmsə, evdə nə iş görürəmsə, sadəcə bunları paylaşacağam sizinlə. Qızlar, bir də mən inşallah mənə yorum atsaz, mən də sizə səsli cavab verəcəm də. Bir də nə deyəcəydim? Mən səsli cavab vermişəm orada hekayələrin çoxuna da. Bir xanım da yazıb ki, bunu necə səs atırsınız? Axırda o bir başqa xanım yazıb ki, bu YouTuberlərdə olan bir şeydir də. Yəni bizdə bu aktiv deyil də, onlarda da. Mən də altdan yazdım ki, xanım, yorum yazılan yerin sağ tərəfində 4 dənə düz xətt var. Onun üzərinə basıb səs ata bilərsiniz də. Yəni ki, bu YouTuberlərə xas olunan bir şey deyil. Yəni hər kəs durub ata bilər. Mən də YouTuber deyiləm. Yəni ki, düzdür, çox sağ olun. Sizin sayənizdə müəyyən kütləm var, amma o YouTuber tam başqa bir şeydir. Amma mən YouTuber deyiləm. Hələ ki, həvəskar paylaşıram, hekayələr paylaşıram, həvəskar. Belə vloglar paylaşacağam inşallah. Yəni ki, belə. Hələ YouTuber olmağım hələ var. Bir xanımda görmüşdüm ki, uşaq, oğlan uşağı mama uşağıdır yoxsa yox suallar verir, oğlan da cavab verir. İndi mən bunu Rüstəmlə birlikdə eləyəcəm. Rüstəm, deməli, sənə bir dənə gül verdilər. Hə. Onu sən arvadına verərsən yoxsa anana? Arvadına. Arvadına verərsən, anaya verməzsən. Bunu verəcəm arvadına. Qızlar, kimin uşağı varsa Rüstəmə eləyə bilərik, baş göz eləyə bilərik. Bu mama uşağı olmayacaq. Sonra bax sənə bir dənə konfet verdilər, qəşəng konfet. Hə. O konfeti sən anana verərsən yoxsa arvadına? Anama. Aferin, aferin. Ay Allah şükür Allah, bir də anasını dedi. Alqışlar, 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 alqışlar. Ay qızlar, deyir ki, biz qaynana olanda belə olmarıq. Görsən, deyir ki, arvadıma verəcəm. İndi uşağı gözümdən düşdüyə. Nəysə, sən arvadına verəsən, ana əziyyət çəkib. Nəysə, bunu kadr arxasında mən söhbət. Belə qızlar, vlogumuzu sonlandırırıq. Sizləri seviyorum. Hekayələrimə yorum yazın. Əgər istəsəniz, hekayə yazın mənim Instagram və TikTok hesabıma qızlar. Oradan mən sizin hekayənizi neyəcəm, səsləndirim. Birazdan da hekayə paylaşacağım qızlar. Hekayəmi necə paylaşıram, necə səsləndirirəm, o da maraqlıdırsa onu da rey bölməsində yazın. Bəlkə də sonraki vlogda bəlkə onu dedim ki, mən necə paylaşım edirəm, necə səsləndirirəm. Bəlkə də belə bir vlog olar. Öpürəm sizi, özünüzə müğayət olun. Sizləri sevirəm.